Dəyərli müəllimələr, bu günlər sizlər üçün birbaşa təlim modelinin həm sual və həm də cavabını səsli şəkildə izahını sizlərə təqdim edəcəm. Deməli, mövzumuz birbaşa təlimdir. Yəni, Rosenstein'in təlim prinsipləri, modelləri və onlarda işlənmiş nümunələr, anlamanın yoxlanması, scaffolding strategiyası haqqında sizlərə məlumat verəcəm. Əvvəlcə gəlin baxaq görək birbaşa təlim nədir? Birbaşa təlim müəllimin dərsi əvvəlcədən məqsəd yönlü şəkildə, sistemli planlaşdırdığı şəkildə, yeni bilik və bacarıqları aydın şəkildə izah etdiyi, nümunə göstərdiyi, şagird fəaliyyətini mərhələli şəkildə istiqamətləndirdiyi, öyrənməni yoxlayan təlim yanaşmasıdır birbaşa təlim. Bəs birbaşa təlimin əsas məqsədi nədir? Birbaşa təlimin əsas məqsədi odur ki, şagirdin yeni bilik və bacarığını düzgün mənimsəməsinə, tətbiq etməsinə, müstəqil yerinə yetirməsinə şərait yaratmaqdır. Müəllim prosesi aydın və ardıcıl qurur. Şagirdin təlim məqsədini daha yaxşı başa düşməsi üçün. Birbaşa təlim prosesi təlimdə dərs necə planlaşdırılır? Yəni, birbaşa təlimdə dərsi necə planlaşdırırıq? Deməli, bu suala belə cavab verəcəyik ki, dərsin məqsədi və gözlənilən nəticəni müəyyənləşdiririk, əvvəlki biliklər yada salınır, yeni materiallar izah edirik və müəllim nümunə göstərir. İstiqamətləndirilmiş tərcümə aparılır, anlaması yoxlanılır və sonda müstəqil fəaliyyətə keçirilir. Sonra, belə bir sual veriləcək ki, birbaşa təlimdə müəllimin rolu nədən ibarətdir? Cavab verəcəyik ki, müəllimin izahı aydın olmalıdır və müəllim aydın izah etməlidir mövzunu, tapşırığı modelləşdirir, əsas məqamları şagirdlərə vurğulayır, suallar verir, şagirdin fəaliyyətini müşahidə edir, vaxtında rəy verir və lazım gəldikdə əlavə dəstək də göstərir. Sonra, şagirdin rolu nədir? Belə bir sual düşərsə, cavab verəcəyik ki, deməli, şagirdin rolu, şagird izahı dinləyir, suallara cavab verir, nümunəni təhlil edir, tapşırığı müəllimin istiqamətləndirməsi ilə yerinə yetirir və tədricən müstəqil fəaliyyət göstərir. Əvvəlcə müəllim istiqamətləndirməsi ilə yerinə yetirir, sonra özü müstəqil fəaliyyət göstərə bilir. Sonra, birbaşa təlimdə əvvəlki bilikləri yada salınması niyə vacibdir? Belə bir sual verilərsə əgər, cavab verəsiniz ki, yeni materialı əvvəlki biliklərlə əlaqələndirikdə şagird üçün məzmun daha anlaşıqlı olur. Deməli, burada həm müəllim şagirdlərin hazırlıq səviyyəsini